Verilişin baş sponsoru Kalsi D3 Nikamed. İdman həkimi, fizioterapevt Fərid Səlimovun sponsorluğu ilə Ay Həkim verilişinə baxırsınız. Salam, hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. CBC Sporta baxırsınız. Ay Həkim efirdədir. Studiyada doktor Tutu Zeynalovadır. Bugün əslində verilişimizin daimi izləyicilərinin yaxşı tanıdığı və mənim hər gün qeyd etdiyim həkim haqqında, həkimin fəaliyyətinə baxacağıq və bizi maraqlandıran sualların cavabını ondan istəyəcəyik. Bugün idman həkimi, fizioterapevt doktor Fərid Səlimovla biz həmsöhbət olacağıq. Belə ki, əslində idman müalicəsinin önəmi haqqında məlumatlı idim, amma bu müalicəvi idmanla məşğul olandan sonra və reabilitasiya mərkəzinə gələn pasientlərin problemlərini, onların necə sağaldığını görəndən sonra bu işin bir daha əmin oldum ki, nə qədər bu önəmlidir bizim üçün, nə qədər vacibdir. Və mən istəyirəm, ilk növbədə salamlayıram sizi, Fərid doktor, xoş gəlmisiniz. Mən istəyirəm, burada da çox rast gəldiyim onurğa problemlərindən danışaq ki, ümumiyyətlə, hərəkət dayaq sistemimizdə onurğanın rolu nədir? Sonra bu yırtıqlar, protruziyalar niyə daha çox L5 nahiyəsində olur daha çox? Bax, bir neçə bu mövzuda sualım olacaq və müalicəvi idmanın nəticəsi nə dərəcədə qalıcıdır? Çünki biz eşidirik, misal üçün, uşaqda onurğada əyrilik var idi. Apardım filan yerə, nə oldu? Heç nə müalicə elədilər, yaxşı idi, amma müalicə saxlayan kimi yenidən qayıtdı, skalyoz yenidən yarandı və s. və s. və s. Bu onurğada yaranan problemlərin səbəbi nədir? Yəni, ilk növbədə bundan başlayaq. Funksiyası və səbəbi. Hər vaxtınız xeyir bir daha. Salamlayıram tamaşaçılarda. Təşəkkür edirəm, çox gözəl bir mövzuya toxunmusunuz. Bu mövzu çox böyük bir problemdir. Hətta o dərəcədə böyük bir problemdir ki, Avropada sırf onurğa problemlərinə uyğun universitet var və institut var, üzr istəyirəm. Bunun üzərindən bir araşdırmalar edilir. Və biz bildiyiniz kimi iki ayaqlı vəziyyətə keçəndən sonra onurğamız daha çox yük götürməyə başlayıb və buna görə də onurğa çox yüklənir. Paralel olaraq müasir sivilizasiyanın olması, inkişaf etməsi, oturaq həyat tərzinə keçirməyimiz, bunlar hamısı onurğanın bloklanmasına və onurğanın belə deyim, düzgün tam inkişaf etməməsinə kömək edir, səbəb olur. Və bu da öz növbəsində ciddi problemlərə gətirib çıxardır. Bu haqqında danışdığımız protruziya, yırtıqlar bunların səbəbi olur. Aydındır. Ən çox rast gəlinən problem nədir onurğada? Misal üçün sizə müraciət edən pasientlərdə? Onurğada ağrı. Ən çox belim ağrıyır, kürəyim ağrıyır. Beliniz ağrıyır və bizim insanlarda belə bir təəssüf ki, yanlış fikir var ki, bel ağrısı varsa mütləq orada yırtıq və ya protruziya olacaq. Reallıqda isə bu belə deyil. Və deyilir ki, MRT çəkdir. Eynən. Bir qayda olaraq MRT bəzən də pasiyenti səhv yönləndirir bu sahədə. Hətta belə bir şey var. Çünki, məsəl üçün, biz əvvəl MRT-nin raportuna baxırdıqsa, artıq biz klinikada başlayırıq MRT-nin diskinə baxmağa. Niyə? Çünki sözlərlə bir təsəvvür eləmək var. Bir də var ki, həm təsəvvür edirik, həm də görürük reallıqda görüntüləri. Ona görə başladıq, radioloqun işini görmürük qətiyyən. Sadəcə özümüz gözümüzlə görmək istəyirik ki, harda nə var, nə problem var və sinirə nə qədər baskı eləyir. Demək, Avropada belə bir araşdırma aparıblar. Bel ağrısı olmayan bir neçə insanı götürüblər, kontrol olaraq MRT-dən keçirdiblər və bunların heç bir şikayəti yoxdur. Və tapıblar ki, bu insanlarda yırtıq və ya protruziyalar var. Amma onlar o dərəcədə deyil ki, sinirə baskı eləsin və siniri sıxsın və simptomatik olaraq hər hansı bir narahatçılıq yaratsın. Və buradan alimlər belə bir nəticəyə gəliblər ki, MRT-də çıxan hər protruziya, yırtıq problem deyil və bunun üzərində işləmək lazım deyil. Hətta bir başqa bir mif də var. Biri deyir ki, məsələn, məndə 12 mm idi, biri deyir məndə 7 mm idi, biri deyir ki, axı səndə 12-dir, ağır vermir, məndə 3-dür, ağır verir. Və yaxud səni 12 ilə dedilər, get, gəz, heç nə olmaz, üzgüçülüyə get, məni 3 ilə əməliyyata götürdülər. Eynən. Bir qayda olaraq normalda Avropa ölkələrində və inkişaf etmiş ölkələrdə MRT-də yırtığın və ya protruziyanın ölçüləri yazılmır. Orada sadəcə bu yazılır ki, sinirə baskı edir və ya sinirə baskı etmir.
Yəni Sözünüzə sinirə qüvvət. baskı edirsə şikayət daha çox olur. Eynən. Sözünüzə qüvvət. Elə insanda belə 11 mm, bəlkə də 17 mm-lik elə bir yırtıq ola bilər ki, o sinirə baskı etmir, simptomatik olaraq heç bir şey göstərməyəcək. Həmin adama heç bir şey etməyə ehtiyac olmur. Elə adam var ki, onda 3 mm-dir, amma elə ağrılar verir ki, o çox bərbad olur. Yəni o yırtığın yerləşməsindən asılıdır ki, sinirə nə qədər yaxın yerləşir. Nə qədər yaxındırsa, bir o qədər çox ağrı verəcək, şikayətlər artacaq. Bəli, bir mənalı olaraq. Və orada işin genetika tərəfi də var. Genetika tərəfi nəyə görə deyirəm? Çünki elə insanlar var ki, bunlar əsasən dağ insanlarıdır. Dağda yaşamış və ya dağla əlaqəsi olan insanlardır, genetik olaraq. Onların onurğa kanalı enli olur. Ona görə enli olanda nə qədər çox yırtıq varsa, o sinirə çox az baskı eləyir. Çünki onurğa kanalı enlidir. Elə insanlar var ki, onların genetikasında biraz zəiflik var və onurğa kanalı dardır və ya daha incədir deyək. Ona görə də o, belə deyim, yüngül bir 3 mm-lik protuziya sinirə baskı eləyə bilir. Buna görə mütləq bir düzgün müraciət etmək lazımdır, düzgün baxmaq lazımdır. Və belə bir qayda da var ki, normalda bel ağrısına, bu da ölkədə bir səhvdir əslində, bel ağrısına nevroloqun yanına gedirlər. Bel ağrısı olan nevroloqa gedirlər. Ya da neyrocərraha gedirlər, ya da travmatoloqa gedirlər. Eynən. Bu bir qayda olaraq səhvdir. Çünki fizioterapiya yanaşanda fizioterapevt daha fərqli yanaşma eləyə bilir. Cərrahlar çox vaxt kəsib doğramağa meyillidirlər. Çünki yəni atmosferləri odur, o mühitdədirlər və radikal həll eləməyə çalışırlar hər şeyi. Eynən. Ona görə həmişə cərrahlarla müəyyən bir davamız var bu məsələlərdə. Fizioterapiyaya gələndə və ya idman həkiminə yaxınlaşanda bu problemlər daha kökündən həll oluna bilir, daha rahat həll oluna bilir. Bir başqa misallar da var orada. Qəşəng sual verici ki, bel ağrısından ümumiyyətlə beldə necə şikayətlərin gəlir? Çox vaxt bel ağrısı protuziya və yırtıqdan da deyil. O əzələ gərginliyindəndir. Biz türk millətiyik, biz biraz belə deyim, sürətli, belə dinamik olmağı sevirik və bu da təbii ki, eyni zamanda əsəbi olmağı sevirik. Bu da təbii ki, öz əzələlərimizdə öz izini qoyur və gərginlik yaradır. Və çox vaxt bel ağrılarının səbəbi həmin gərginlikdir, əzələ gərginliyi və ya orada olan faset oynaqlardır. Biz əgər oturaq həyat tərzində yaşayırıqsa, bizim onurğamız mobilliyi azalır. Mobillik, yəni hər bir oynağın özünün mobilliyi olmalıdır. Əgər bədənimiz enerjini saxlama qanunu əsasən işləyir. Görür ki, mobillik yoxdur, o bloklanır. O nəyə oxşayır? Məsələn, mən boynumu hərəkət etdirsəm, şaqqılıyacaq. Yarım saatdan sonra yenə hərəkət etsəm, şaqqılıyacaq. O şaqqıltı o blokun açılmasıdır. Fikrinizi bilirəm nə edirəm. Demək, bu bloklar çox olanda, gərginlik olanda, gecə də gec yatanda, hələ yemək yeyib yatanda, stressdən bu faktorlar varsa... Yatmamışdan qabaq hələ bir dava eləyəndə ailə özvləri ilə. Eynən. Hələ evə niyə gec gəldi, bu məsələlər də var. Bu bir qüsurlu dövrandır. Bəli. Bu bir gərginlik yaradır. Qonşulara konsert verib yatanda bir sözlə. Bu bir gərginlik yaradır və həmin gərginlikdən dolayı bloklar əmələ gəlir. Və bəzən də ağrının səbəbi gərginlik yox, o blok olur. Məsələn, manual terapevtlərin elədiyi nədir? O həmin bloku aradan qaldırmaqdır. Blok aradan qaldırılır sadəcə. Aydındır. Və əslində bizim kürək əzələlərimizin, bel əzələlərimizin nə qədər vacib olduğunu da mən bu idman müalicəsinə başladıqdan sonra anladım ki, bu əzələləri işlətdikcə, onları möhkəmləndirdikcə, bu dartma hərəkətləri etdikcə bunun digər orqanlara da necə müsbət təsir elədiyini gördüm. İstər insanın yuxu keyfiyyəti olsun, istər yəni yaddaşdan tut, məncə hər şeyə təsir edir. Bax, istərdim bu bizim kürək əzələlərimiz, onların zəif olması nə üçün biz deyirik ki, zəif olmasın, güclü olsun. Güclü olması nə üçün vacibdir? Təşəkkür edirəm sualınız üçün. Birinci ondan danışmaq istəyirəm ki, niyə bel qrup əzələlər zəif olur? Onu çox özümdə düşünürdüm. Sonradan başa düşdüm ki, biz axı ömür boyu qabağa gedirik. Biz həmişə önə doğru hərəkət edirik və nəyisə götürəndə, hər hansı bir yükü qaldıranda önlə qaldırmağa çalışırıq. Yəni, ön qrup əzələlərimiz daha çox işləyir burada və qol daha çox kömək edir. Bel qrup əzələlər isə az fəaliyyət göstərir. Çünki biz belə uyğun məşqləri az eləyirik. Bir. İkinci məsələdə, belə kömək edən ikinci əzələ qrupu çanaq əzələləridir. Bəziləri yükü belin hesabına qaldırır, bəziləri isə çanağın və aşağı ətrafının hesabına qaldırır. Fikrimizi bilirəm nə edirəm. Ona görə burada problemlər yaranır. Bel qrup əzələləri gücləndirmək nəyə kömək eləyir? Bir, qamətin rahat dayanmasına ən vaciblərindən biridir.
İkinci məsələ, fikir vermisinizsə, protruziya və yırtığı olan insanların çoxsunda bel qrup azelləri zəif olur. Bəli. Bu onu göstərir ki, o götürülən yük, o yüklənmə hamısı onurğanın, yəni sümüyün üzərinə düşür. Yəni onurğa da müəyyən bir yükü götürə bilər. Əgər onu götürə bilməyəcəksə, o sabahlar protruziya yarana bilər. Və bir qayda olaraq bütün onurğa problemlərində, protokollarda belə yazılır ki, mobillik və onurğa ətrafı əzələlərin güclənməsi. Niyə? Sümüyə düşən yükü əzələ üzərinə götürərək kompensasiya eləyir və onurğaya dəstək olur. Fikrimi izah edirəm? Yəni o tək əldən səs çıxmaz söhbəti kimidir. Aydındır. Və burada ən çox olunan səhvlər hansılardır ki, deyək ki, bu əzələləri möhkəmləndirmədən nə etmək olmaz? Birinci aktivlikdə qızışma varsa və qızışmanın içərisində qızışma mütləq olmalıdır. Yəni qızışmanın içərisində onurğanın mobilliyinə də diqqət etmək lazımdır. Çünki dediyim kimi o bloklardır. Və mən uzun müddət müşahidə etməyi ümumiyyətlə sevirəm. Heyvanları müşahidə edəndə heyvanlar, it, pişik fərqi yoxdur, hamısı hərəkətə başlayırsa, yuxudan ayılırsa, birinci dartınma hərəkətləri eləyir. O dartınma paralel də mobilliyi də qatır içərisinə. Və onunla onurğanı daha da elastikləşdirir, rahatlaşdırır. Fikrimi izah edirəm, nə edirəm? Bunu hətta bir Avropalı, Skandinaviyalı hətta bir məşqçi öz idman növündə tətbiq eləmişdi, öz idmançısına avar çəkmədə və idmançı yaxşı nəticələrini göstərirdi. Sırf ondan elastiklik qüvvəsi kimi istifadə edirdi ondan. Potensial artırmaq olur, mümkün bir şeylərdir bunlar. Buyurun, davam edin. Bitdi mi fikriniz? Yoxsa davam edin. Biz sizlə bir də bilmək istəyirəm ki, siz dediniz ki, qamətə təsir eləyir bu əzələlər və s. Mənə maraqlıdır ki, insanın psixoloji vəziyyəti necə? Çünki baxın, bədən dili deyə bir şey də var. Həmçinin də baxırsan ki, bu kürəyi biraz qabağı olan, biraz belə beli əyri olan insanlarda, onlarla söhbət edəndə, dərindən tanıyanda görürsən ki, onların doğrudan da həyatda da yükləri çoxdur və bu yük onların belini əyib. Hətta el arasında da var da, deyir ki, o iş mənim belimi əydi və yaxud filan problem mənim belimi qırdı. Yəni, bu elə belə çıxmayıb da, yəqin ki, bu deyimlərdə. Bu psixoloji vəziyyət necə? Ola bilərmi ki, o psixoloji problemləri həll etdikdən sonra avtomatik bu düzəlsin və yaxud əgər bir insanın bir problemi varsa, siz istədiyiniz qədər o əzələlərlə işləyin, nəticə verməmiş ola bilərmi? Əlbəttə, bir məna olaraq təsiri var və təəssüf ki, öz praktikamda da belə pasiyentlər az saylı olsa da var və hətta belə bir yanaşma var, bu daha çox Ukrayna tərəfdədir belə bir yanaşma. Demək, xanımlar, tensegrity deyə bir sistem var, təməlindən gəlin biraz. Tensegrity sistemi nəyi izah eləyir? Ki, hansı tərəf güclüdürsə, o həmin tərəfə gövdəni əyəcək. Bu nəyə oxşayır? Məsəl üçün, ağacdır deyək ki, ağacın ön tərəfi güclüdür, arxa tərəfi zəifdir. Ağac istərsəmiz ön tərəfə əyilir. Və bizim işimiz nədir? Arxa tərəfi gücləndirəndən sonra qayıdır yerinə. Fikrinizi bilirəm. Bu sistemin adı tensegrity-dir. Və xanımlar statistik olaraq bəylərdən biraz daha emosional olduğu üçün onlarda həmişə boğaz əzələləri gərgin ola bilir. Və bu əzələlər gərgindirsə, o istər-istəməz başı önə əyəcək və avtomatik olaraq tensegrity sistemi zəncirvarıdır. Və digər əzələ qrupları gəriləcək və qamət dəyişəcək. Fikrimi izah edirəm, nə edirəm? Ona görə çox vacibdir psixoloji vəziyyət. Bir pasiyentim olub ki, daban mahmızı ilə gəlmişdi. Həmin pasiyentə mən nə qədər dəstək olmağa çalışdım, nə qədər fərqli yanaşmalar da, alternativlər də tətbiq elədim, bir effekt olmadı. Səbəbi nə idi? Xanım çox gərgindir və bir məna olaraq həmişə mən pasiyent gələndə yer işini vəziyyətindən əlavə gözünə də qiymətləndirirəm. Çünki göz aldatmır. Göz əgər qırmızıdırsa, orada 100% ya yuxuda problem var, ya çoxlu fikirləşir, ya da səbidir. Fikrimi izah edirəm, nə edirəm? Ya da ki, gözünə ya dərman töküb, ya da ki, allergiyası var. Bu variantları da ola bilir. Ona görə ya da kontakt linza taxır. Eynən, ona görə kontekstində baxmaq lazımdır. Məsələn, həmin xanımın problemi oğlunun həyat yoldaşından olan problemləri idi. Adam onu götürüb çoxlu dərd edirdi və bütün günü ancaq o haqda düşünürdü. Bu belə. Ondan sonra bugünkü məsələn dizinə iynə vurduğum pasiyent. Pasiyentin gərginliyini idarə edə bilmədim. Çox çətin idarə edim. Düzdür, prosedur min şükür yaxşı bitdi. Başa çatdı. Demək, həmin pasiyent belə deyim, həyatında olan dəyərli insanların itirdiyini barışa bilmir. Qəbullanıb amma ondan barışa bilmir. Və buna görə də bədəni həmişə gərgindir. Adam, yəni ağrıları daha da artır. Çox maraqlıdır əslində bu hadisələr. Çünki doğrudan da bəzən görürsən ki, o bizim ruhumuzda yaşayan problemlərimiz gəlir
bədənimizə əziyyət verməyə başlayır. Birmənalı olur. Və bədənimizdə bizə hansısa bir xəstəlik olaraq geri dönür. Misal üçün, bəzi insanlar var ki, o qədər belə səliqə sahmana çox diqqət yetirirlər. Yəni evdə bir, yəni ola bilməz ki, bir çay içilmiş stəkan qalsın, yuyulmamış və s. o qədər və bundan o qədər yorulurlar ki, günlərin bir günü onlar xəstələnirlər. Yəni onlar özlərini xəstələndirirlər ki, beyin, ruh olaraq ki, mənim halım yoxdur, durum o stəkanı yuyum. Eynən. Əslində, yəni artıq bu işdən yoruldum, eləmirəm, evi yoxdur, bir gecə də bu stəkan yuyulmamış qalsın, bacara bilmirlər deyə özlərini xəstələndirirlər. Çünki axtardığınız zaman bu insanlarda faktiki olaraq heç bir xəstəlik tapmırsan, amma adamın gücü yoxdur, yəni yerindən dursun. Adətən xanımlarda olur bu problemlər. Və yaxud biz fibromiyalji xəstələr görürük ki, onlarda da heç bir müayinə zamanı heç bir problem olmur, amma əzələ ağrısından durmadan ağrı kəsici içirlər, hər gün masaj elətdirirlər və s. Yəni burada artıq daha dərin müayinə edib, məncə biraz da bu psixoloji məsələləri araşdırmaq lazımdır ki, hansı boşluqdur, hansı cavabsız qalan emosiyasıdır və ya qadınlarda misal üçün olur ki, o öz sözünü deyə bilməyən, kiməsə cavab vermək istəyir, cavab verə bilmədi, içində qalan sözlər daha çox qadınlarda niyə qalxanma vəz problemləri onlarda olur. Çünki daha çox bu belə əzilmiş, ailə tərəfindən problem yaşayan xanımlarda bəli, daha çox tiroid problemləri olur. Yəqin ki, eləcə də bu onurğa sistemindəki problemləri də madam ki, sütunudur, bədəni saxlayan. Birmənalı olaraq təsirini göstərir. Və bu psixoloji məsələlər çox vacibdir. Təəssüf ki, və çox fikirləşirdim ki, əvvəl mənə belə bir söz deyirdilər ki, bəzən həkimlə elə həkim var ki, söhbətindən belə adam müalicə alır. Fikirləşirdim ki, bu necə olan bir şeydir? O mənəm. Çox təvəzzökaram. Eynən, var olasınız. Zarafat edirəm. Yox, tanıyıram sizi, ona görə çox xoşdur. Buyurun. Və sonradan fərqinə vardım ki, bu praktikam artandan sonra bu əslində o psixoloji məsələlərə bir baxış bucağını dəyişmək üçün və ya o incə telinə toxuna bilmək məsələsi ilə problem kökündən həll oluna bilər. Bəzən fərqində olmaq da problemi həll edir. Birmənalı olaraq. Misal üçün deyir ki, mən falan özümü saxlaya bilmirəm. Nə olanda o yemək yeyəndə hansı düşüncədir səni narahat edən, həzm elə bilmədiyin nədir? Yəni artıq onu tapanda bilir ki, insan mənim bu dəqiqə bunu etməyimin səbəbi filan şeydir. Bunun fərqində olmaq belə xeyli kömək eləyir o insanlara vəziyyətdən çıxmaq üçün. Əlbəttə. Yəqin ki, sizdə müalicənin nəticəsində də xeyli təsir edir. Birmənalı olaraq və effekti 2 qat yox, daha tezləşdirir. Və təəssüf ki, dediyim kimi o gərginliyi həll edə bilməyən insanlarda müalicə effekti biraz gecikir. Və bunu pasiyentə çatdıranda, məsələn, oturuq pasiyentlə sırağı gün olur bu məsələ ilə. Sonra söhbət edirik. Bununla dabanmağımız var, şpora dediyimiz. Adamda hələ bir neçə prosedurdan sonra hələ irəliləyiş yoxdur. Adamdan soruşuram ki, bəs nəsə gərginliyiniz falan varmı? Və çox insan etiraf eləmək istəmir. Və fərqində deyil, siz dediyiniz kimi. Deyir, yox, heç bir gərginliyim yoxdur. Və sualı bir başqa cür qururam ki, son bir həftə ərzində və ya bir ay ərzində, indi tanıdığım pasiyentdən asılıdır da, işdə stresiniz daha çoxdurmu və ya iş yükünüz daha da çoxdurmu? O cavabı çox vaxt hə deyirlər. Bayaq demişdi, gərginliyim yoxdur. Əslində o iş yükü deyil onun gərginliyi. Sadəcə o qədər rutininə girib ki, onun fərqində deyil. Eynən. Və belə deyim, həmişə belə misal çəkirəm ki, deyək ki, bir 5 litrlik vedrə var, o vedrə dolmalıdır, bu normal prosesdir. Yəni bu stres falan bunların hamısı normal prosesdir, amma bu boşalmalıdır da. Bu boşalmalıdır ki, bu təzədən dolsun. Və hətta bəzən CV-lərdə yazırlar, stresə dözümlüyəm. Yəni bir bacarıq kimi yazırlar. O çıxış yolu deyil. Doğru bir şey deyil. O özünüzü, yəni bir müddət sonra insan tükənir. Bu mövzuya da gələcəm. Çünki hərdən sizin əməkdaşlar məndən soruşur ki, Tutuxam, nəsə əsəbləşmisiniz, nəsə gərginlik olub. Deyirəm, yox, mən yorğunam. Yəni sadəcə yorulmuşam. Bəzən doğrudan da o həddindən artıq çox işləmə, iş yükünün çox olması da insanda gəlir, bax belə problemlərdən geri dönüş edir. O bizim məktəbdir. Ona görə onlar insanın ruhsal halına da diqqət eləyirlər. Təəssüf ki, çox həkimlərimiz buna diqqət eləmir və adi miyozitlə gələn pasiyentə əzələ boşaldıcı və ya hər hansı bir ağrı kəsicilər yazılır, hansı ki, bu qüsurlu dövranı davam etdirir. Bu çox böyük problemdir. Bəli. Biz bu mövzuya qayıdacağıq, yəni birazdan davam edəcəyik söhbətimizi, çünki reklamlar var sırada. Verilişimizin baş sponsoru Ştada şirkətinə təşəkkürümü bildirmək istəyirəm. Kalsium, D3, nikamet, portağal və limon dadlı çeynəmə tabletlərini sizə təklif edir. Kalsium və D vitamini defisitinin profilaktikası məqsədi ilə, həmçinin kalsium və D vitamini defisiti riski olan pasientlərdə
osteoporozun müalicəsi zamanı əlavə terapiya qismində istifadə oluna bilər. Kalsium döyüş nikamed 25 ildən artıq mövcuddur, sınanmış preparatdır və hamilələr 3 yaşından yuxarı uşaqlar da istifadə edə bilər. Təşəkkürlər baş sponsorumuz Ştada şirkətinə. Digər sponsorumuz Böyük Britaniya təhsilli idman həkimi, bugünkü qonağımız Dr. Fərid Səlimovdur. Fərid Səlimov müasir fizioterapevtik yanaşma ilə sizin xidmətinizdədir. Diz, onurğa, çiyin, əzələ ağrılarından artıq daha tez və müasir idman yanaşması ilə müalicə oluna bilərsiniz. 055 318 83 94 nömrəsinə zəng edin, müraciət edin, randevu alın və görəcəksiniz ki, imkansız deyə heç nə yoxdur. Reklamlara baxaq, sonra söhbətimiz davam edəcək. Verilişin baş sponsoru Kalsi D3 Nikamed.